geldik eve. Gözünüz aydın arkadaşlar. Hastalanıyoruz. Ofelia Hanım da işte hastalığa merhaba dedi. Arkadaşlar bir şey sizden rica edebilir miyim yani arkadaşlar? Sizden bir şey xahiş edirəm. Demək bildiğiniz kimi Ofelia Hanım iki canlıdır və Əsnad da bizdə zəifdir. Məryəm də çox zəifdir. Rabia da elə o zəiflərdəndir. Yəni çox xahiş edirəm. Elə tək bizə aiddir, hamımıza aiddir. Bütün uşaqlar çünki məktəbə edirik, çöldə bayırdayıq, məktəbdə də olsun həmçinin. Burada ayaq sayıq olmaq lazımdır. Müəllimələrə də tapşırıram, xahiş edirəm yəni artıq dərəcədə. Uşaqlar bir dənə uşaq xəstə olanda çalışın o uşağı qoymayın o biri uşaqlarla görüşsün, qoymayın o biri uşaqlarla bulaşdırsın, qoymayın, çalışın maska taxın, çalışın qoruyayıq da, yəni cəmiyyəti qorumaq üçün birinci özümüzdən başlamalıyıq. Yəni bizim uşağımız xəstəsi icazə verməməliyik, başqa bir uşağa da keçsin. Və yaxın bir dönəmdə, hardasa 2 gün bundan öncə bir gözəl bir izləyicimiz bizdən xahiş elədi şəkil çəkdirməyi. Amma uşağın qızması var idi. Balnitsada idi, hətta sistem də qoşurdular ona. Xahiş elədi, biz düşdük şəkil çəkdirməyə, amma uşaqdır o, biz o üstümüzə qaçıb qucaqlamaya, o sevgini göstərdi. Biz o sevgidən geri qala bilmərik axı. Biz də qucaqlaşmalıyıq, biz də öpməliyik və biz də elə bir şey elədik. Və indi həmin hastalıq bizə bulaşdı. İndi Ofelia xanım hastadır, mən də xəstəyəm, uşaqları da keçir. Və belə yayılacaq və biz də yayılacaq və mən indi uşaqları sağ məktəbə göndərsəm, orada da o uşaqları keçəcək və bu virus qloballaşacaq, hər yerdə gəzəcək. Və bunda hara gəlir çıxardır? Valideynlərin raskoda düşməyinə, yəni evdən həm raskodu qoy, pulu qoyaq bir qırağa. Ev yox, ev deyək ki, pulluq bir şey yoxdur. Amma mənəvi insan yorulur, uşaq qızmalı olur, ata oyaq qalır, ana oyaq qalır. Uşaq özü oyaq qalır, yuxusundan olur, əziyyət çəkir, maddi, mənəvi hər tərəfli çətinliyə düşürük. Ona görə də biz uşaqlarımızı bir-birimizdən qorumalıyıq. Yəni öpüşmək, görüşmək, uşaqlar məktəbdə olanda bir-birinizdən öpüşmək, görüşmək, biraz uşaqlar məsafə saxlayaq. Yəni bu qış ayları, əvvəlki dövrdə, əvvəl ampitsilin, bir dənə tabletka, bir dənə obursun keçib gedərdi. Amma indiki xəstəliklər o qədər çətin şeyler insanı bırakır ki, insanı həm psixologiyasını dağıdır, həm mənəviyyatın, həm maddiyyatın, hər tərəfli olaraq heç dərman da kar eləmir. İndiki xəstəliklərə dərman kar eləmir. Ona görə də mənim əziz balalarım, mənim əziz valideynlərim, mənim əziz dostlarım, tanışlarım bir-birimizə yazığımız gəlsin. Bizə imdad diləyək bir-birimizdən ki, balalarımız xəstələnməsin. Uşağımız xəstə olanda məktəbə göndərməyək. Xahiş edirəm, göndərməyin məktəbə. Çünki o məktəbdə, sinifdə 35 dənə uşaq var, sinifdə 24 dənə uşaq var. Bir uşaq 24 dənə uşağın ailəsinə də, özünə də xəstəlik bulaşdırır. Və bu da qloballaşır və uşaqlar təhsildən də geri qalırlar, məktəbdən də geri qalırlar, cəmiyyətdən də geri qalırlar, valideyn də həmçinin. Yəni belə şeylərə biraz diqqət edin. Müəllimələr sizdən də xahiş edirəm, müəllimlər sizdən də xahiş edirəm. Əgər sinifə xəstə uşaq gələrsə, onu 30 deməyin, gəl qıraqda otur. Qıraqda oturmayla almayın. Zəng sırasında uşaqlarla ünsiyyətə girəcək, dəftər ruçka alacaq, dəftər verəcək və bu bulaşdıracaq. Görürsünüz xəstədir, valideynlər zəng edin, deyin getsin evə. Göndərin evə. Yəni o uşağın təhsili, bir uşağın təhsili 10 uşağın mənəviyyatı, 10 uşağın maddiyyatı, 10 uşağın necə deyərlər, psixologiyası məhv olacaq. Yəni hamı xəstə, ailə var, imkanı yoxdur, dərman alma imkanı yoxdur, pul çatdırmaq olmur. Çörəyi adam güclə alır. Yəni belə şeylərə biraz diqqət eləyək cəmiyyət arasında.